Dostlar, bir daha xoş gördük. Axşamınız xeyir olsun. Çox maraqlı birlikdə gün keçirdik. Turumuzun adı nədir? Antidepressant turu. Düzdür. Biz də qərar verdik ki, antidepressant turunda depressiyanın fəlsəfəsindən danışaq. Ümumiyyətlə, depressiya nədir və insan niyə depressiyaya düşür? Sizlə danışmaq istədiyim sözlər çoxdur. Sizə ötürmək istədiyim, xüsusən də turun sonudur, indi qayıtmalıyıq. Adam fikirləşir ki, mən həmişə formallığın əksinə olmuşam. Mən bütün təlimlərimdə həmişə fikirləşirəm ki, yaxşı, bu insanlar gəliblər, zəhmət çəkiblər, yığışıblar, belə bir gün keçmişik. Mən nə danışa bilərəm ki, onların həyatına toxunsun və necə danışa bilərəm? Bu mənə həmişə düşündürüb. Ki, bir formallıq olmasın da, bir gəldik, söhbət elədi, bir təlim oldu, filan getdik, belə olmasın. Həqiqətən də onların həyatına toxunsun, həqiqətən də onları düşündürsün. Bax, belə mövzular var, belə gözəl mövzular var. Onlardan bəzilərinə toxunmaq istəyirəm. Antidepressantlardan danışdıq. Bəli, buna çox təkid edirəm ki, terapiyalarımda da, pasientlərim də görürlər ki, çox nadir hallarda olur ki, aciz qalanda hansısa mütəxəssisə, yəni həkimə yönləndirmə olur da. Adətən düşünürəm ki, təbii yolla insan bu depressiv halların ən ağırlarından belə, istisnalar xaric, bu depressiyalardan çıxmaq mümkündür səbirlə, hövsələ ilə və sizin dediyiniz yollarla. İnsan niyə depressiyaya düşür? Səbəblərindən biri. Klassik bir tipologiya var. İnsan təhlükə ilə üzləşəndə 3 şəxsiyyət tipi var. Müxtəlif cür klassik tipologiyadır ki, insanlar reaksiya verir. Bir narahatlığa üzləşdi, bir problemlə üzləşdi, bir təhlükə ilə üzləşdi, nəsə baş verdi, nəysə və s. və s. da. 3 növ. Birincisi, insan döyüşən tipdir. İnsan bir narahatlıq çıxdı qarşıya, başlayır bu narahatlıqla döyüşməyə, yəni narahatlığı həll eləməyə. Bir təhlükə çıxdı, başlayır o təhlükəni həll eləməyə, onunla döyüşməyə. İkinci növ yanaşma qaçan tipdir. Narahatlıq gördü, qaçır. Rahatı qaçmaqdır da. Problem gördü, təhlükə gördü, başını sındırmaz çox falan. Qoyub qaça çıxacaq. Yəni, belə tip. Üçüncü növ insan isə donan tipdir deyirlər. Klassik tipologiyadır ki, donan tip. Donan tip kimdir? Həmən depressiyaya düşən adam. Təhlükə görür, bir narahatlıq var. Nə qaçmağa gücü var, nə döyüşməyə gücü var. Bu lap belə rahatıdır da, belə deyək. Qaçmaq da bir hünər istəyir. Qaçmaq deyir ki, özü bir igidliyin yarısıdır, nədir. Qaçmaq bəzən həqiqətən. Amma bu nə qaçmır, nə də döyüşmür. Bu donur. Donur. Özünü donmaq, yəni özünü ölmüşlüyə vurmaq. Hətta araşdırmalarda var ki, bəzi heyvanlar hətta ürəklərinin döyüntüsünü belə bir neçə dəqiqəlik dayandırırlar təhlükə zamanı. Yəni ürəkləri belə döyünmür ki, tam ölmüş kimi görsənsinlər də. Depressiya budur əslində. Mən donmuşam, ayna rahatlıq, mənlə işim var. Mən ölüyəm, mənlə nə işim var? Mən ölmüşəm də. Yəni depressiyanın sadə izahı budur. Mənlə işiniz olmasın, mən ölmüşəm, mən ölü kimiyəm, mən həyatda yoxam zaten. Hə? Bu klassik tipologiyadır. Döyüşən tip, qaçan tip və donan tip. Amma sonradan buna bəzi əlavələr olub. Məsələn, deyirlər ki, narahatlıq zamanı mübarizə yollarından biri, maraqlı reaksiya yollarından biri sevən tipdir. Məşhur Stockholm sindromu var. Stockholm şəhərində bir bank soyğunu olur. Bank soyğunu 6 gün orada girov götürürlər. O belə də soyğunçular, insanları. Orada olan xanımlardan biri öz soyğunçusuna, o qəddarına, əmrlər verənə, filana aşiq olur, vurulur. Sonradan psixologlar bu faktı araşdırırlar. Bu necə ola bilir? Bu adam səni girov götürüb, 6 gün səni bu vəziyyətdə saxlayıb, sən ona aşiq olmusan. Hətta deyirlər ki, sonradan o soyğunçular tutulmuşdu, türməyə atılmışdı. O qadın gedirmiş türmədə onun ziyarətinə, yəni gözləyirmiş yolunu. Bu həddə. Bu necə baş verir? Deyirlər, cavab budur ki, bu
əslində beynimizin, şuurumuzun qorunma mexanizmidir. Yəni demək istəyir ki, onunla bağ qurur ki, öz zalımınla emosional bağ qurur ki, yəni mən təhlükə deyiləm, mən səni sevirəm. Mənim sənə qarşı bir hissim var, yəni mən təhlükə kimi görmə. Aydındır. Nəsə, bütün bunları niyə görə danışıram? Mən düşünürəm ki, mənə görə, mənim bu tipologiyaya mən bir əlavə eləmək istəsəm, deyərdim ki, təhlükə zamanı, narahatlıq zamanı ən adekvat, ən yetkin insanın yolu nə etməkdir? Nə döyüşməkdir, nə qaçmaqdır, nə donmaqdır, nə sevməkdir və nə etməkdir? Təhlükəni qəbul edib, narahatlığı qəbul edib, öyrənib döyüşmək. Birinci döyüşmək deyəndə kör-köranı döyüşməkdir. Narahatlıq var, kör-köranı döyüşür, tükənmə baş verir. Bir də var ki, sən narahatlığı qəbul edirsən, o narahatlığı öyrənirsən ki, bu narahatlıq nədən ibarətdir? Çünki bayaq dedik, qorxduqlarımız gözümüzdə böyütdüklərimizdir. Biz bəzi şeyləri araşdıranda görürük ki, əslində çox da böyük bir şey deyil. Məsələn, mən həmişə deyirəm ki, şərq insanının problemi var. Amma mütərəqqi insanların challenge deyirlər. Challenge bir növ problemdir. Amma challenge'in problemlə fərqi nədir? Problem şeydir də, yəni naməlum bir dərddir. Boyu, buxunu yoxdur, ölçüsü yoxdur. Elə kədərlidir də adam. Qəmlidir, narahatdır. Amma challenge nədir? O problemdir ki, onun boyu, buxunu var. Sən bilirsən, bu nədir, nədən ibarətdir, həll yolu nədir, bunu necə həll eləməliyəm? İnsan buna görə depressiya, düşmə səbəblərindən biri, dediyim kimi, narahatlıq var həyatımızda, sıxıntılar var həyatımızda, müxtəlif növ narahatlıqlar var da. Bu narahatlıqlar bəzən bizi donuq vəziyyətə sala bilirlər. Bu yanlışdır. Yetkin insan, özünü böyütmüş insan narahatlığı tanımalı, öyrənməli və sonra onunla mübarizənin yollarını tapmalıdır. Bu donuqluğun heç kimə faydası yoxdur. Bu donuqluq bəzən fəryaddır. Yəni kimsə sanki gəlib məni xilas eləsin, kimsə mənə kömək eləsin filan. Yox, insan başa düşməlidir ki, sən özün qalxmalısan və özün bu məsələnin öhdəsindən gəlməlisən. Başqa bir danışmaq istədiyim məqam çox qısa, çoxdan da əslində bunu bölüşmək istəyirəm təlimlərimdə. Kolibaniya bəhsidir. Kolibaniya bəhsidir. Şərh edəcəm nədir? Deməli, dostlar, insan nə vaxt depressiyaya düşür? İnsan depressiya düşmə səbəblərindən biri budur ki, o düşünür ki, kolibaniya belədir də. Məsəl üçün, bizim həyatımızda bəzən gözəl günləri olur. Yəni, məsələn, bu günləri bir gözəl gün yaşadıq, düzdür? Bu bir kolibaniyanın zirvəsidir. Ürək o kardioqram eləkləri belə-belə gedir. Bu zirvədir. Biz indi pikdəyik. Biz həzzin, ləzzətin zirvəsindəyik. Düzdür? Sabahları nə olacaq? Düşəcək aşağı. Və bir müddət belə gedəcək. Öz axarında bax, belə-belə gedəcək. Bir insan kolibaniyanı qəbul etməsə, normal qəbul eləməsə, yəni o düşünsə ki, hər gün zirvədə olmaq lazımdır. Müasir dünya bunu bizə aşılayır. İnsan hər gün həzzin pikində olmalıdır. Əgər insan hər gün bunu istəsə, kolibaniyanın aşağısında, səssiz tərəfində yaşaya bilməsə, bunu bacarmasa, keyfiyyətli, rahat, sakit yaşaya bilməsə, o bunu normal qəbul eləmir və düşür depressiya. O düşünür ki, bu doğru deyil. Məsəl üçün, biz işimizdə, bir kolibaniya başqa bir örnək göstərim. İşimizdə mərkəz olaraq bəzən elə olur ki, biz gözəl feedbacklər alırıq, alqışlar, nə bilim, anşlaq və s. sevgi məktubları filan belə əladır. Pikdəyik. Sonra birdən o düşür aşağı. Heç kim yoxdur. Gedir, heç kim yoxdur filan. Biz kolibaniyanı norma hesab eləməsək, norma, bu hətta normada, daim pikdə olanda problem olur. Norma budur ki, belə olmalıdır, məccəzir deyirlər də, belə olmalıdır. Bunu biz norma qəbul eləməsək, düşürük depressiyaya, məyus oluruq. Hətta işimizi dayandıra bilərik, qapını bağlayırıq, yoxdur heç kim. Nəsə biz düz eləmirik, görəsən, niyə bu belə oldu? Amma biz bunu norma qəbul edir ki, bu normaldır.
çox normaldır, qaydadır hətta. Bu belə getməlidir. Biraz pik olacaq, sonra aşağıda gedəcək, sonra yenə pik olacaq. Bunlar bizi narahat etməməlidir. Nə pik bizi dəli eləməz, nə də o aşağıda gedəndə səssiz tərəfində. Baxın, insanlar niyə narkomaniyaya qurşanır? İnsan niyə pis vərdişlərə qurşanır? Bunlar o insanlardılar ki, Kalibaniyanın aşağısında yaşaya bilmirlər. Onlar o aşağıda, o sakit tərəfində yaşaya bilmirlər. Kalibaniyanın sakit tərəfində normal yaşamağı öyrənmək lazımdır. Bu bir bazarlıqdır. Kitab oxumaqmı, filmə baxmaqmı, dostlarla görüşmü? Biz sakit bir tərzdə gedirik. Biz Kalibaniyanın səssiz tərəfində pikə hazırlaşırıq. Birazdan pik olacaq. Biz resurs olaraq hazırlaşırıq. Məsəl üçün, indi gəldik, burada bir günləri qəşəng, gözəl bir zirvə keçirdik. Sonra resurs olaraq həm siz, həm biz özümüzü toparlayırıq. Fərz edək, bir aydan sonra növbəti bir turumuz olur və növbəti bir pik yaşayırıq. Aydındır? Orada yaşaya bilməyənlər, Kalibaniyanın səssiz tərəfində yaşaya bilməyənlər ya yanlış ağludəçiliklərə qurşanırlar, qeyri-təbii yollarla. Hər gün olmur bu. Dopamin qəbul eləmək istəyirlər, o pik zirvəni yaşamaq istəyirlər və s. Belə qurşanırlar. Ya da məhz axı Kalibaniyanın zirvəsində yaşamaq bizdən bəzən xeyli hallarda resurs istəyir, imkan istəyir. Düzdür? Məhz bu imkanı əldə etmək üçün əyri yollara əl atırlar. Əyri yollara əl atırlar. Şəxsiyyətlərini deformasiyaya məruz qoyurlar. Bayaq dedik, yaltaqlanmağından tutmuş, bir çox şeylər eləyir ki, təki pikdə yaşasın. Yox. İnsan Kalibaniyanın səssiz tərəfində yaşamağı öyrənməlidir. Mən hiss etdiyim kimi, təəssüf ki, bunu sizə çatdıra bilmirəm, sizin üz ifadələrinizdən görürəm. Amma çox böyük bir həqiqətdir. Mən çox düşündüm. Neçə vaxtı da bu turun elanı gedib ki, mən nədən danışım ki, kitablarda görmədiyi bir şey olsun, yeni bir şey və onların həyatına toxunan bir şey olsun. Baxın, Kalibaniyanın səssiz tərəfində gözəl yaşamağı öyrənmək lazımdır. Gözəl və bunu norma kimi qəbul eləmək. Bu normaldır, bu belə olmalıdır. İnanın ki, həmişə pikdə olmaq hətta bioloji olaraq ziyandır. Hətta bioloji olaraq daim dopamin ziyandır, bu belə olmaz. Bu niyə belədir? Sistem belə qurulub. Allah belə yaradıb bizi. Biraz belə getməlidir, təzədən qalxmalıdır pik, təzədən yenə düşməlidir, aşağı getməlidir. Depressiyaların səbəblərindən biri odur. Davamlı dopamin, süni yollarla, qeyri-təbii yollarla piki yaşayır, sonra dərin bir boşluğa düşür. Söhbət bundan gedir. Deyir, birinci saflığı varsa da suda, çoxlu artıq içiləndə dərd verər o da. Yəni, bu sistem belə qurulub. Biz insan təbiətindən qabağa tullana bilmərik. İnsan təbiətini dəyişə bilmərik. Təbiət belə qurulub, səbirli olmağı öyrənmək lazımdır. Kalibaniyanın səssiz tərəfində sakitcə yaşamağı öyrənmək lazımdır. Bu, ailə münasibətlərinə də təsir göstərir. Kalibaniyanın səssiz tərəfində yaşamağı öyrənmək lazımdır ki, toxluqdur da bu toxluq. Ki, ləyaqətli yaşayasan, ki, kiməsə əl açmayasan, zəhmətindən yaşayasan, məsuliyyətindən yaşayasan. Oranı öyrənməyən insan bacarmayacaq bunu. Baxın, mən təlim qoyuram, o təlimdə demirəm ki, uşaqlarımıza nələri öyrətməli, dürüst olmağı. O təlimdə elə punkt qoymuram. Deyirlər, İlqan müəllim, sizdən gözləmirik. Biz uşaqlarımıza dürüst olmağı öyrətməyək. Deyirəm, o uşaqlara nəticəni öyrətməkdir. Əgər uşaqlar Kalibaniyanın səssiz tərəfində yaşamağı bacarmırlarsa, onlar dürüst olmayacaqlar. Kəsə yollarla istəsələr, resurs əldə eləsin. Nətər, yəni mən yaşaya bilmirəm bu səssizlikdə. Mən həmişə pikdə olmalıyam. Həmişə belə, yox. Ona görə biz gərək köklü həllər təqdim eləyək insanlara. Burada yaşamağı öyrənmək lazımdır. Sakitcə, rahatca, heç yerə qaçmır. Heç yerə qaçmır. Orada dincəlirsən, orada resurs toplayırsan, səbirlə növbəti fərqində bir pikə hazırlayırsan özü. Ona görə bu Kalibaniya bəhsi çox gözəl bəhsdir. Ailə münasibətlərinə gəlsək, ailə münasibətlərində də elədir. Hər gün sevginin pikində olmaq olmur. Məsələn, bəzən gözlənti qarşı tərəfdən olur ki, hər gün sevgi olmalıdır, sevgi fondur.
sevgisiz mümkün deyil. Sevginin pikində olmaq olmur. Yəni hər gün bizim aşkın günləri bu nə bilim sürpriz sabahlar o filmlərdə elə də axı 2 saatlıq filmə nə var ki onları salmağa? Bu film maksimum saat yarım 2 saatdır da. Bu 20 ilə bunu salmaq olmur axı. Məsələn filmlərdə belə eləyirlər də, tutalım qara bir gündür, dəhşət ağır bir gün keçirdir. Ondan müəyyən epizodlar göstərirlər filan. Sonra bir dənə gəmi keçdi, 3 dənə binanı göstərirlər, səhər açıldı. Həyatda belə olmur. Həyatda sən dəqiqə-bə-dəqiqə, saat-ba-saat bu qaramatı yaşayırsan. Ona görə hər gün pikdə olmaq, ailə münasibətlərində hər gün sevgim, cicim falan belə, bəzən insan belə olur, bəzən Kalibaniyada səssiz tərəfində olur. Amma sevgi fon olaraq həmişə olmalıdır. Məsələn, bunun Arifə bir işarə babından bu bəhsi dedim. Bunun üzərində düşünün və düşünürəm ki, burada yaşamağı öyrənsəz, Kalibaniyanın səssiz tərəfində yaşamağı öyrənsəz və onu normal qəbul eləsəz, hətta norma budur. Norma elə budur. Norma elə budur da. Var ki, biz deyirik, belə olmalıdır, məlidir, kimisə nəyəsə məcbur edirik. Biz də deyirik ki, norma elə budur, doğru olan elə budur. Bu təsəlli fəlsəfəsi deyil. Deməli, bunu norma kimi qəbul eləsək, bayaq bir dostumuz orada deyir ki, bu müəllim deyəsən bu təsəlli fəlsəfəsi. Bəli, doğrudan da bizim bəzi danışdıqlarımız təsəlli fəlsəfəsidir. Kasıb olmaq ayıb deyil. Bayaq danışdıqda nəsə? Təsəlli fəlsəfəsidir. Ona görə biz bunu norma kimi qəbul eləsək və bilsək ki, biz normada yaşayırıq. İnsan haçan narahat olur. Burada bir dənə qəşəng bəhs var. Burayla əlaqələndirim. Mən düşünürəm ki, siz həm də gedirsiniz, araşdırırsınız bu mövzuları. Bir dənə homeostaz bəhsi var. Homeostaz bəhsi var. Böyük psixolog Clark Hall'ın 20-ci əsrdə yaşayıb. Clark Hall homeostaz nəzəriyyəsi var. O bizi hərəkətə gətirən şeylərdən danışır. Homeostaz nəzəriyyəsi birisi nədir? Deyir ki, insanı davranışa yönəldən şey nədir? Məsələn, oturmuşsunuz, birdən durdunuz ayağa, tərpəndi sarasa. Deyir ki, insanın homeostazı pozulur. Homeostaz nədir? Harmoniya, rahatlıq. Məsəl üçün, birdən acılıq hissi gəlir, acılıq bir gərginlik verir. O gərginlik bizim homeostaz halımızı pozur deyə biz dururuq yemək dalınca və yaxud susuyuruq və yaxud filan. Sonradan amma bu nəzəriyyə ilə bağlı danışanlar dedilər ki, təəssüf ki, insanın homeostaz halını süni yollarla da başladılar pozmağa. Var bizim təbii ehtiyaclarımız, su, yemək və s. Bəzi bizdə süni ehtiyaclar yaratdılar və bu süni ehtiyacların olmaması bizdə nə baş verdi? Homeostaz halımızı pozdu və bizi hərəkətə gətirdi. Biz durduq, başladıq hərəkət eləməyə. Ona görə bayaq orada işarə elədim. Bu texnika min-max texnikası. Minimum imkanlarla maksimum xoşbəxt olmaq sənəti. Minimum imkanlarla maksimum xoşbəxt. Əgər bizim imkanlarımız maksimumdursa, nə yaxşı. Allah razı olsun. Əla. Allah hər kəsə nəsib eləsin. Bu ayrı bir mövzudur. Bu çox gözəl bir şeydir. Bu çox gözəl bir resursdur. Şərq insanının beyninə yanlışlıqla salıblar. Kasıblıq, nə, pul boş şeydir filan da. Yox, pul çox qiymətli şeydir. Dəyərli insanların əlində ümumiyyətlə qiymətlidir. Mən həmişə deyirəm ki, yaxşı insanların zirvədə olması həqiqətin xeyrinədir. Yaxşı insanların sərvətli olması həqiqətin xeyrinədir. Dəyərli şəxsiyyətlərin sərvətli, pullu, imkanlı olması həqiqətin xeyrinədir. Bu yanlış təfəkkürdür. Mənə görə ən böyük ibadətlərdən biri məhz pul qazanmaqdır, qardaş. Bəzən gəlir pasınız, mən deyirəm, görürsən, belə tərki dünya filan. Deyirəm, qardaş, sən ağa, mən ağa, inəkləri kimsə ağa. Problem var, qardaş. Problem var, pul qazanmaq lazımdır. Pul olmalıdır, sərvət olmalıdır. Ehtiyaclar var, istər maarif yolunda, istər görürsən, insanların həyatına baxırsan, görürsən, nə vəziyyətdir. Bir şeylər eləmək lazım. Sən deyirsən ki, yox, belədir, kasıblıq belə, ac ol, kişi ol və s. Təsəlli fəlsəfəsi.
Bunlar doğru. Amma indi axı bizim imkanlarımız olan budur da, əlimizdə olan minimum imkanlarımız var. Minimum imkanlarla maksimum xoşbəxt olmağı öyrənmək. Minimum imkanlarla maksimum xoşbəxt olmağı öyrənmək. Ona görə baxın, niyyət çox mühümdür. Mən bayaq dostlara deyirdim, məsələn, indi məni nəyilə təəccübləndirə bilərsiniz? Hansı dünyəvi nemətlə məni təəccübləndirir, heyrətləndirmək olar? Yəni, ya ömrün, həyatın bir dövrünə gəlib çatırsan ki, həqiqətən də, məsəl üçün, bu günləri çox möhtəşəm bir gün keçirdik. Kimsə bir oliqarx bir dostum olsun, hanı oliqarx dostum? Hə, Cəmil buradadır. Məsəl üçün, bir oliqarx dostum mənə təklif eləsin, 10 qat bundan artıq maraqlı bir yerə aparsın, nə bilim, orada hinduşka kebabı olsun, yaxşı da, hə. Aydındır. İnsan bir yerə çatır və görürsən ki, səni heç nə ilə təəccübləndirmək olmur. Bəs onda mən indi sərvəti nə üçün istəməliyəm? Xoşbəxt olmaq üçün, yox, xoşbəxt etmək üçün. Xoşbəxt etmək üçün. İnsanların həyatına toxun. Sən bilirsən ki, necə xərcləyə bilərsən, necə insanların həyatında nə işlər görə bilərsən və s. Minimum imkanlarla, yoxsa ki, maksimum xoşbəxtlik mümkündür. Mən buna çatmışam. Minimum imkanlarla maksimum xoşbəxtlik mümkündür. Minimum imkanlarla maksimum xoşbəxtlik mümkündür. Bunu ikinci öyrənməli ol. Bayaq Kalibanadan danışdıqda səssiz tərəfində ona yaxın bir şeydir. Minimum imkanlarla maksimum xoşbəxt olmağı öyrənəyin. Bayaq da dedim, bir gün gedərik o Qala kəndindəki tullantıdan sənətə muzeyinə. Minimum imkanlarla maksimum xoşbəxtlik. Peyğəmbər deyərdi ki, çox sevirəm onun bu duasını. İlahi, heyrətimi artır. Tez-tezim, ilahi, heyrətimi artır. Bura gəldik, biz nə qədər heyrətləndik. Məsəl üçün, zövq aldıq, ləzzət aldıq. Məsəl üçün də, insan var, görürsən ki, mənim bir də müəllim vardı. Məsələn, bir cücünü, böcəyi, otururduq süfrədən, məsəl üçün, yemək yeməyə. Zeytunu götürür də, 10 dəqiqə haqqında danışır. Bu zeytun nə bilim, nədir falan. Adam var belədir də. Yəni, heyrətlənmək, hər şeylə. Minimum imkanlarla maksimum xoşbəxt olmaq. Biz çox şeyin fərqində deyilik. Bayaq dedim, görmürük. Görmürük, dostlar. Keçən səfər evdə oturmuşduq. Belə bir söhbət oldu, dedim. Gəzməkdən filandan söz düşəndə deyirəm ki, indi müharibə gedir də. Məsəl üçün, dünyada müharibə gedir. Birdən gəldi, Allah eləməsin, bizim ölkədə nə cürsə bu müharibə sıçradı və bizə dedilər ki, sığınacaqlarda yaşamaq lazımdır. Təsəvvür edin, bir ay getdiniz, sığınacaqda yaşadınız da məcbur. Padvallarda filan, bəsməkan. Oradan çıxandan sonra sənin indi bu otaq ki var, oturmuşsan, sənə monoton görsənir, səni sıxır, sən fikirləşirsən ki, ay Allah, daha yaxşı, daha qəşəng filan. Bu sənin üçün necə olardı? Orada bu otağı arzulayardınmı? İnsan arzuluyur. Əlindən çıxandan sonra arzuluyur. Nə baş verir bəs? Bax, bu kimyəvi mexanizm başa düşmək. Nə baş verir? Niyə mən indi arzulamıram? Amma əlimdən çıxandan sonra arzuluyuram. Nə baş verir? Korluq baş verir. Biz korşalırıq. Əlimizdəki nemətlərə qarşı korlaşmağa başlayırıq. Məsələ bundan ibarət. Biz onları görmürük. Biz onlara baxırıq, görmürük. Həyat yoldaşımızı görmürük, uşaqlarımızı görmürük, evimizi görmürük. Mən təliməmdə çox danışıram. Marie Kondo'nun bir əsərini oxudum. Adı belə idi. Həyatını, evini də təmizlə, evini də sahmana sal, həyatını da. Mən onu oxuyandan sonra çox məndə qəribə bir fərqindəlik yarandı da. Yəni ki, deyir ki, evinizin elə bir guşəsi varmı ki, siz ona toxunmamısınız? Sizin evinizdən xəbəriniz yoxdur ki. Mən qramatalarıma baxdım, kitablarıma belə bir yaxından baxmağa başladım və s. Biz çox şeyin fərqində deyilik. Atmışıq onları elə bir ki, hansısa zamana. Minimum imkanlarla maksimum xoşbəxtlik mümkündür və bunu bacarmaq lazımdır. Son olaraq bir şeyə də toxunum. Bizi depressiya salan səbəblərdən biri də nədir, dostlar, əzizlər, gözəl insanlar, dəyərli insanlar. Çox belə
qəribə bir, maraqlı bir atmosferdə danışırıq. Elə bilirəm ki, mübarək, müqəddəs bir yerdəyik. Mənə qəribə gəlir axşamın bu çağı. Ona görə istəyirəm mənim bu sözlərimi üzərində dərindən düşünəsiniz. Bizi depressiyaya salan, incidən, narahat edən səbəblərdən biri də bayaq xanım gözəl qeyd elədi. Mən də ondan götürdüm bu sözü. Münasibətlər. Münasibətlər mövzusu mənim ana mövzumdur. Son çıxışlarımda çox toxunuram buna, çox yanaşıram. İnsanın bu həyatdakı ən böyük qazancı insandır. Dostluqlara dəyər vermək lazımdır, münasibətləri dərinləşdirmək lazımdır. Biz yeni dostluqların ardınca ona görə qaçırıq. Mən o gün kəndə getmişdim, köhnə dostlardı, sinif yoldaşları və s. qışmışlar. Onlara dedim bunu, dedim ki, mən son illər bu həqiqətə çatmışam ki, həqiqət qabaqda deyil, dərindədir. Həqiqət qabaqda deyil, dərindədir. Durduğunuz yeri qazan. Oxuduğunuz kitabları yenidən oxuyun, baxdığınız filmlərə yenidən baxın. Münasibətlərinizə, köhnə münasibətlərinizə yenidən qayıdın. Onların içindən keçmişsiniz də. Yeni-yenidir, amma köhnə dostluqlar, o insanlar ki, yaxşı insanlar olublar, hansısa formada sizin həyatınızdan çıxıblar, onları bərpa etmək olar, onlardan yenidən münasibət qurmaq olar və yaxud hal-hazırda münasibətdə olduğunuz insanlarla münasibətinizi dərinləşdirin. Dərin münasibət, gerçək münasibət. Mənə görə həyatın ən qiymətli, ən dadlı, ən həzz verən şeylərindən biri budur. Dərin münasibət. Mənə görə cənnət budur. Mənə görə cənnət budur. Generalın kitabında yazmışam bu haqda. Zümər surəsində keçir ki, əziz qardaş, cənnət əhlini cənnətə darta-darta, sürüyə-sürüyə aparacaqlar. وَسِيقَ الَّذ۪ينَ اتَّقَوْا رَبَّهُمْ اِلَى الْجَنَّةِ زُمَرًا. Çox gözəl də oxunur ərəbcəsi. وَسِيقَ الَّذ۪ينَ اتَّقَوْا رَبَّهُمْ اِلَى الْجَنَّةِ زُمَرًا. O günkü deyir, o günkü cənnət əhlini, təqva əhlini cənnətə darta-darta, sürüyə-sürüyə aparacaqlar. İnsanda bir təzad düşüncəsində yaranır. Bu cənnət qorxulu yer deyil, axı ora sürüyə-sürüyə aparsınlar, zorla aparsınlar sən. Cəhənnəmə sürüyə-sürüyə apararlar. Və cənnətə niyə sürüyə-sürüyə? Orada bir şərh, maraqlı bir neçə şərh var. O şərhlərdən biri budur ki, deyir, o gün cənnət, cəhənnəm bölgüsü olunub. Bir şərh budur. Cənnət, cəhənnəm bölgüsü olunub. Amma insanlar hələ gedməyiblər. İnsanlar öz imamlarınla, sevdikləri, dəyərli şəxsiyyətlə çox gözəl bir nurani söhbətin içindədirlər. Bir tədbirdədirlər, bir görüşdədirlər, söhbət edirlər, deyirlər, yürürlər, zarafatlar, yeni mövzular və s. belə bir söhbətin içində nida gəlir. Cənnət əhli, buyurun cənnətə. Eşidən kimdir? Heç kim eşitmir. Onların cənnəti, cənnətdədirlər zaten. İkinci dəfə nida gəlir, cənnət əhli, buyurun cənnətə, yenə xəbər yoxdur. Üçüncü dəfə, bunlar gedən deyirlər, bunlar dartın aparın da, bunlar getməlidirlər, cənnətə gediblər. Münasibət budur. Gerçək münasibət budur. Dərin münasibət budur. Yaxın münasibətlərinizdə xüsusən. Mənim qızımdır. Görürəm ki, qızımla aramda nəsə var. Görürəm ki, mən onunla çox otura bilmirəm. Mən onunla çox danışa bilmirəm. O mənim qızımdır, o mənim rəfiqəm deyil. Deyərəm ki, bu rəfiq olmasın, o olsun da, tamam. O mənim qızımdır. Mən bunu çözməliyəm. Nədir bu bariyer? Niyə mən qızımla vaxt keçirəndə xoşbəxt olmuram? Bu mənim həyat yoldaşımdır. Bu mənim qardaşımdır, bu mənim doğmamdır, bu mənim yaxın dostumdur və s. Bax, bunları axtarmaq, bunları tapmaq, bunların üzərində düşünmək ən böyük ibadətdir. Münasibətləri dərinləşdirmək. Dərin münasibətin sənin yoxdursa, qurban ola biləcəyin adam yoxdursa, çox kasıbsan. İnsan çox kasıbdır. Bir dənə mütəxəssis var, John Gottman adında, Amerikalı psixoloqdur. Onun qəşəng bir kitabı var, Azərbaycan dilinə də tərcümə olunub. Xoşbəxt ailənin 7 sirri, 7 qızıl sirri, belə, xoşbəxt, uğurlu ailənin 7 qızıl sirri. Nəsə bu adda bir kitabdır. 7 dənə qaydadan danışır. 4-cü prinsip budur. Uğurlu,
xoşbəxt ailə dördüncü sirri onların olur ki, orada hər iki tərəf təsirə açıqdır. Çox qəşəng bəsdir. Təsirə açıq olmaq. Təsir edə bildiyimiz insanlar cənnətdir. Təsir edə bildiyimiz insanlar. Təsirə açıq olmaq. Yəni, mən belə, mən də o deyir filan, indi dəbdə deyir, mən olduğum kimi qəbul elə, məni filan. Yox, insan dəyişən varlıqdır. Sənin bu tikanın məni incidir, sənin bu tikanın mənə batır. Bu necə sevgidir, sən deyirsən ki, qəbul elə də batsın. Yəni, bu qədər açıq aydındır axı. Sənin bu tikanın mənə batır. Uğurlu ailə, təsirə açıq olmaq, təsirə açıq olmaq. Ego buna imkan vermir. Ego davaları falan. Çox sadə, çox rahat. Ailə münasibətləri buradan pozulur. Qarşılıqlı olaraq nə istəyirsən məndən? Mən nəyi dəyişim? Nədir mənim tikanım? Səni incidən tikanım. Mən bəzən oğluma deyirəm ki, hər şeyimi, bütün imkanlarımı səfərbər edərəm ki, məndə nəsə tikan varsa, nəsə varsa, o bariyeri aradan qaldırmaq üçün mən onu eləyərəm. Ki, biz daha yaxşı olaq, biz möhkəm olaq, dərin olaq, xoş olaq, xoşbəxt olaq. Aydındır. Minimal imkanlarla maksimum xoşbəxtlik üçün bu lazımdır. Bizə münasibət lazımdır. Münasibət. Bir dəfə xanımınla, həyat yoldaşımla şəhərdə gəzişirdik. Birisi nə qədər qəşəng evlər, binalar, tikiblər filan. Deyirəm, təsəvvür elə, elib danışırıq özümüzdən. Təsəvvür elə, hamı necəsə bir gün səhər açır, heç kim yoxdur. Tək tənha sənsən. Tək tənhasan da bu qədər evlər, nə bilim imkanlar, filanlar, otellər hamısı sənin. Bir qəpiyə dəyər, tək tənha. Bir qəpiyə dəyməz. Amma və lakin 2 nəfər olsaz, 2 nəfər dəyər, qəşəng. Ən azı bir müddət dəyər də. Sonra bəlkə adam sıxılar nə cürsə. Bir filosof haqqında danışırdı. Deyirdi, sonradan o da sıxılır. İnsan bir bütünə birləşmək istəyir. O başqa mövzu. Amma 2 nəfər olsan, gündə birdən evdə yaşayırsan, bəyadansan, tək ümumiyyətlə heç qara qəpiyə dəymir də. Bütün imkanlar sənin ixtiyarındadır. Ona görə münasibət çox vacib məsələdir. Münasibətə sərmayə ayırmaq lazımdır, diqqət ayırmaq lazımdır. John Gottman bunu deyirdi. O fəsildə bütün dərindən yazıb ki, təsirə açıq olmaq lazımdır. İnsanlar təsirə açıq olmaq lazımdır. Niyə insanlar bir-birini sürütsünlər heç nəyin üstündə? Niyə bir-birinin, məsələn, sənin tikanın mənə batır, məni incidir, amma mən bunu deməməliyəm, mən qəbul eləməliyəm. Siz qəbul edilmiş insan olmaq istəyirsiniz, yoxsa sevilmiş? Maraqlı söz budur ki, qəbul edilmiş insanlar, biz qəbul elədiyimiz insanları sevə bilmirik. Yəni, zorəndə də mən də səni belə qəbul eləmişim. Biz qəbul elədiyimiz insanları özümüzü allatmayaq, sevə bilmirik. Siz qəbul olunmuş insan olmaq istəyirsiniz, yoxsa sevilmiş insan olmaq istəyirsiniz? Nədə axı bu qədər çətin olan dəyişmək? Bəs nə üçün yaşayırsınız? Bəs insan nə üçün yaşayır? Səni görüm deyir, neyinim, necə edeyim, eləməyəsən. Ben ağayırım yaxşı. 70 il mən neyinim? 80 il. Ona görə, baxın, dostlar, insanı depresiya salan səbəblərdən biri də, ən vaciblərindən biri də, bax, budur, münasibətlər məsələsidir. Təsir edə bilmədiyimiz insanlar. Məcbur, bax belə, məcbur belə, görməzdən gəlmək, bitər, bir cür yaşamaq, bax, bu həyatı çətinləşdirən və bizi istən yeyən məsələlərdəndir. Açıq kart oynamaq. Getdiniz, məsələn, indi burada ailəli olanlar var, dost münasibətlərində ola bilər, valideyn, övlad münasibət, açıq. Ana ilə, məsəl üçün, oturursan, açıq danışsan, anacan, bəlkə məndə səni incidən nəsə var. Bax, de mənə ya bunu. Ola bilər, mən bunu bugün düzəldə bilmərəm, amma bütün imkanlarımı səfərbər eləyərəm bunun üçün. Hə? Ailə olaraq. Əzizim, qurban olum, nə var? Narahatlıq filan. Bəzən sənin fikri görəm. Olmayan məndən qaynaqlanır bu. Nəyi düzəltməliyəm mən? Nəyi dəyişməliyəm mən? Ana-övlad münasibətlərində bəzən
Mən seanslarda görürəm. Ana əziyyət çəkir. Bundan dolayı. Bu nədir axı? Dəyiş də bunu. Bu nədir axı? Nə qırğındır, nə müsibətdir axı? Olar dəyişmək. Axı mümkündür. Axı insan qadirdir. Hə, bax. Bu məsələni də yadda saxlamaq. Bəzən bizim məhv eləyən budur. Xəbərimiz olmur. Mən bu işin içində olan adamam. Hər gün seanslarımda belə şeyləri görən adam kimi deyirəm. Sabah bir insanın başına bir iş gəlir. Hamı deyir ki, nə oldu buna? Hətta onu o hala salan adamın özü belə bilmir ki, nə oldu buna. Xəbəri olmur. Ki bu o iynə idi, batan, incidən, məhv eləyən insan nə qədər belə olar, nə qədər belə olar. Ona görə rahat olun bir-birinizlə, əyləşin, söhbət eləyin, qarşılıqlı olaraq, tək tərəfli heç vaxt mən demirəm. Bir nəfər deyir ki, sən dəyişməlisən və salam, həyat məndən ibarətdir. Kökündə yanlışdır. Qarşılıqlı olaraq münasibətdə. Bu zaman insan yaşaya bilər, insan xoşbəxt ola bilər. Bu fani həyatı hərənin bir ömrü qalıb da, hərəyə Allah bir ömür verib. Bu fani, qısa, müvəqqəti həyatı keyfiyyətli, dərindən yaşamaq olar. Sən öz yaxınlarınla, əzizlərinlə danışa bilmirsənsə, danışmağa sözün yoxdursa, bir-birinizin yanında olanda sıxılırsınızsa, bu həyat nəyə lazımdır? Baxın, mənə izah eləyin, görüm, bu həyat nəyə lazımdır? Bəzi filmlərdə görürük, böyük imkanları olan bir adamdır, sadəcə qızı ona ata desin deyə bütün imkanlarını verməyə hazırdır ki, qızı ona səmimi qəlbdən ata desin. Görürsünüz, münasibət nə qədər vacibdir. Hər şeyi var. Qızı ona ata demir səmimi qəlbdən. Hər şeyini verməyə hazırdır ki, baş versin. Münasibəti ciddiyə alın. Münasibət balaca məsələ deyil. Bax, bunlar bizi depressiya salan səbəblərdirlər. Ona görə çalışağın insanları depressiya salan insanlardan yox, antidepressantlar olaq. Düşünürəm ki, buradakı dostlarımız, əziz insanlar, hamısı antidepressantlardılar. Bu böyük bir ibadətdir. İnsan antidepressant olsun. Onu görəndə insan depressiyadan çıxsın, kefi açılsın, ürəyi açılsın, yaşamağa ümidi artsın, Allaha inansın. Lermontovun məşhur misrasındadır. Məni sev ki, Tanrıya inanım. Məni sev ki, Tanrıya inanım. Bax, budur məsələ, bütün məsələ budur. Münasibət çox vacibdir və burada mən tədbirin rəsmi hissəsini, yəni çıxış hissəmi yekunlaşdırıram. Suallarınız, sözləriniz olsa mən qulluğunuzdayam. Təşəkkür edirəm hamınıza, sağ olun.